ümumiyyətlə sənət yoldaşları arasında dostluq az olur. Amma mən gözləyirdim əslində. Həmən günü gözləyirdim. Həmən gün, ay sağ olun. Bu bir. İkincisi də ki, biz necədir? Mən orada səhv, qəbahət bir şey danışmamışdım. O mənim üstümə gələn də meyxanaçılar idi ya. O komentar yazan meyxanaçılar idi. Meyxanaçılar deyirlər, fanatlardır. Meyxanaçılar idi, mən belə deyirəm. Meyxanaçıların demək olar ki, məsələn, bilirsiniz necədir meyxanaçılar? Yəni, meyxanaçıların ətrafı da, yəni. Meyxanaçıların ətrafı. Yəni, onların sözü ilə oturub duranlar. Belə, məsələn, yanlarındakı bir-iki dənə, yəni mən o səhifələri düzdür, hamısını araşdırmamışam, amma belə yəni, yazılan, səhifəyə girib baxanda, səhifənin baxışından, səhifənin kimlər izləyir, kim kimi izləyir, nə gözəl. Hamısından məlum məsələdir. Bu tək biz bilmirik ki, bu gün uşağa da desən 15 yaşında, uşağı da bilir. Əslində mən orada düz danışmışdım və bu gün də mənə o sualı versələr, yenə də həmən cavabı verəcəyəm. Yox, o sualı verməyəcəyəm. Yenə də həmən tərzdə danışacağam. Çünki mənim bir məqsədim, amalım var. Mən belə görmüşəm ki, kişi dediyindən dönməz, hərənin bildiyi bir düzdür ya. Düz deyirlər, düzün bir başı var, amma hərənin bildiyi bir düz də var. Mən orada gözləyirdim ki, əlbəttə ki, mən məsəl üçün həmən gün, amma mən şəxsən buna tam arxayınam.